Hər kəsə salam, kanalıma xoş gəldiniz. Banu ilə evdən çıxmışıq, gedirik atamgilə. Temu bağlamam da gəlib, içində 3 dəst ev paltarı var və başqa şeylər də sifariş eləmişəm. Əsas ev dəstləri mənə maraqlıdır, görüm necə olacaq. Səbirsizliklə gözlədiyim Temu bağlamanı açaq görək məhsullar necə gəlir. Bu arada Temu Farmlan ikinci tur hədiyyəsi də gəlib. Onu da inşallah tezliklə gəlsin. Onu da sizə göstərəcəm. 15 oktyabrda başlamışdım, 8 mart tarixində udmuşam. Üçüncü tur hədiyyələrimi də ekranda göstərəcəm, görəcəksiniz. Onları da çox merak edirəm. Yəqin ki, onu da 4-5 aya qazanaram. Buradakı ev dəstlərinin ölçüsünü S razmerli sifariş eləmişəm. Koftaları düzdür, yaxşıdır. Yəni S razmer kimi deyil də, M kimi, L kimidir. Amma belə şalvarları biraz dardır. Mənim ölçüm də hələ ki S deyil. Prosta elə belə S verdim ki, görüm necə olacaq. Koftası iri olmasın deyəni S razmer sifariş elədim. Geyinib baxanda gördüm ki, koftası düzdür, yaxşıdır, boşdur. Amma pinkası, şalvarı çox dardır, mənə uyğun deyil. Düzdür, qara rəngi deyənlər çox da abartı görsənmir də. Yəni bunu geymək olar məncə. Biraz da çəki atsam daha yaxşı olar. Ən sevdiyim rənglərdən biridir, bu rəngi çox sevirəm. Bu da onun kimidir, şalvarı biraz dardır. Eynidir, yəni bu da S razmerlidir. Dizayn da çox gözəldir, yəni bəyəndim. Koftası yəni o birisi kimi yaxşıdır, şalvarı dardır. Bunlar ikisi ev üçün idi, amma bu çölə geyinmək üçündür, çox gözəl koftadır. Çox bəyəndim, bunu da S razmerli sifariş eləmişəm. Yanlardan sıxmaq olur korset kimi. Arxadan da belə rahat geyinmək üçün zamuku var. Bura qədər açılır. Koftanı ona görə aldım ki, buna uyğun bir dənə yubka ilə istədim dəst eləyim. İndi o yubkaya da baxacaq, görək necə qalır. İnşallah ki, yaxşı olar, bir-birinə uyğun olar. Bunu da razmerli, S razmerli. Eynidir, yəni bu da onlar kimidir. Koftalar çox gözəldir, olur əynimə, rahatdır, genişdir, amma pinkaları çox dardır. Bu koftalara uyğun ayrıca pinka alacağım. Bunu Banu'ya almışam, neçə vaxtı Temu'dan oyuncaq almadım. Dedim bu dəfə Banu üçün belə bir şey alım. Yəqin ki, xoşuna gələr. Orada elə bildim ki, alanda elə bildim ki, taxtadandır bu. Amma indi görürəm ki, plastikdəndir. Həm də ölçüsünü böyük təsəvvür edirdim. Ölçüsü biraz balacadır. Oyna da, Banu. Burada da askıya taxmaq üçün şeylər almışam. Temu'dan bir dənə açıq almışdım, qulağımdan düşürdü. Belə bir şey gördüm ki, qulaqdan düşməmək üçün belə bir şey var. İçində 2 cütdür. Yumşaq bir şeydir, yəni bərk material deyil. Belə yumşaq materialdır. Bu tərəfindən askıya keçirdirsiniz, qulağınızda dayanır. Bunu da test eləyərik. 2 cütdür burada, yəni 4 dənədir. Bu da açıq üçündür. Mənim öz burnum balaca olduğuna görə burnumdan açıq düşür, burnumun üstündə qalmır. Belə bir şey də aldım ki, rahat olsun. Bunu da sınayarıq, görək necə olacaq. İçində 10 dənədir, 5 cütdür. Axırıncı olaraq da belə bir yubka sifariş elədim. Bayaqçı koftaya uyğun. Şəkildəki kimi deyil, bəyənmədim. Əynimdə yoxladım, gördüm. Sözün düzü, yaxşı görsənmədi. Bu tərəfləri çox enidir. Buradan da altı göstərən bir material, tüldür. Heç sevmədim. Yəqin ki, bunu göndərəcəm. Bunu bəyənmədim. Başqa bir şey alacağım, həmin koftaya uyğun. Bunu göndərəcəm geri. Hara gedirik, Banu? Gəzməyə? Bu nə? Hə. Hə. Adam dəhşət çoxdur burada.
Evdən çıxanda taksini çağıranda gördük ki, taksinin qiyməti az yazdı. Düşündük ki, yəqin ki, şəhərdə də insan az olar. Çünki çoxsu rayona getmişdi şəhərdəkilərin. Təsəvvür eləyin, Yasamaldan bura gəlməyimizə 3 manat 40 qəpik yazılmışdı taksi. Heç vaxt bu qədər qiymət aşağı olmamışdı. Həmişə yüksək qiymətlər olurdu. Kiçik bir xatırlatma deyim. Əgər kanala abunə deyilsinizsə, lütfən abunə olun. Videonu da bəyənib yorumlar yazmağı unutmayın. Bizim gəldiyimiz saatlar təxminən 5-in yarısı 5 ərəfələri idi. Burada adam bu vaxtlar dəhşət çox idi. Düşündüm ki, səhər saatlarında 9-da 10-da gəlsə bəlkə bu qədər sıxlıq olmazdı. Onu da deyim ki, biz ilk dəfədir ki, bulvarda açılan yarmarkaya gəlirik. Həmişə Tarkovodakına gedirdik. Hər il eyni yerə getdiyimizə görə sıxılırdıq. Ona görə də mənasız gəlirdi bizə. Bu dəfə bura fərqli gəldi. Yarmarkaya gələnlərin əksəriyyəti də şəkil çəkdirmək üçün gəlmişdi. Yəni buradan yemək alanlar şəkil çəkənlərə nisbətən az idi. Ən çox merak etdiyim yer buradır. Burada da dəhşət növbə çox idi. Hətta mən növbəmi gözləyirdim, bir də gördüm ki, arkadaşlar məndən irəli keçib oradan sifariş verirlər. Sonra mən də satıcı xanıma dedim ki, mən bayaqdan burada gözləyirəm, birinci mənim sifarişimi götürün. Əslində sifarişimdə həm çələkli, həm də şokoladlı vardı, amma satıcı eşitmədi, hamısını mənə şokoladlı verdi. Şokoladlı ponçikləri 6 manata aldım. Sadəsi qiyməti deyəsən 30 qəpikdir biri. Bu da İzmir bombasıdır. Bunun biri 4 manatdır. Bunun içində çələyi var, içi belədir. Deyirsiniz ki, o boyda yol gəlib niyə bu qədər az sifariş verir? Burası mən tadımlıq sifariş elədim. Burada yeyib doymaq istəmirdim. Kartoffelin biri bu 6 manatdır deyəsən. Birini 5 manata verir. Hərəyə bir dənə də 5 manatlıq şaurma aldım. Buradakı şaurmanın ölçüsü çox kiçik idi. Elə bir ki, dişləmə qurtarırdı. Yəqin ki, özləri bilə-bilə porsiyalar kiçildirlər ki, buradan başqa şeylər də alıb yeyəsən, doymayasan. Bayaqdan yersiniz, ha? Çıxaq gedib, burada nə qədər adam var. O qədər sıxlıqdır ki. Oturmağa yerlər də var. Axır bir yer tapdıq oturmağa. Bunu ver Banu yesin ancaq. Götürün. Götür. Əslində hər yer dolu idi, oturmağa yer yox idi. Burası bir dənə qadın tək oturmuşdu, biraz yer geniş idi. İcazə aldıq, orada oturduq. Neçəyədir? Çox. Ya da əlindən alma, nə almışıq odur. Gəl. Burada nə gəzən lalələr var. Lalə deyirlər, yoxsa tülpan bilmirəm. Çox gözəl. Əslində evə getməyə hazırlaşırdıq. Burası da buradan keçəndə gördüyü atraksiyonlar var. İstədik birinə bağına heç olmasa minsin. Banu buradakı türklər demişkən dönmə dolapa minmək istəyirdi. Azərbaycanca bilmirəm nədir adı. Burada da heç kim dayanmamışdı. Elə bildim ki, biletləndir. Sonradan bildim ki, bura jetonla imiş. Kassadan da jetonla bilet alanların hədsiz sayı hesabı çox idi. Növbədə dayandım. Fikrim də var idi ki, bura üçün jeton alım. Jetonun da biri 1 manat idi, biletin də biri 3 manat idi. Növbədə durmuşdum ki, jeton alım. Bir də gördüm ki, bir qadın əlindəki bileti satırdı. Dedi ki, növbə gözləməyə axotum yoxdur. Nə qədər sırada atraksiyonlarda gözləyənlər var idi. Əlimdə gördüyünüz bileti də satırdı. Mən də dedim ki, elə kassada gözləmək üçün nə qədər növbə var idi. Dedim, heç növbə gözləmək istəmirəm. Hazır bunu aldım. Dayandım, burada növbə gözlədim. O sırada da Rəhimə ilə Elnarə kamerkada oturub Banuya baxırdılar. Axır ki, uzun növbədən sonra Banu ilə otura bildik burada. Bir də narazılığım onda oldu ki, biz uzun növbə gözləyirdik. Axır oturandan sonra
Axırda gələn bir valideyn gətirdi uşağını otuzdurdu mənim oturduğum yerdə, Banu ilə oturduğumuz yerdə. Yaxşı olardı ki, o da bizim kimi növbə gözləyərdi, öz övladı ilə, öz uşağı ilə oturardı onunla. Yəni mənim yanımda otuzdurmazdı. Oradakı işçi də narazı idi. Dedi ki, hərə növbə gözləyir, öz növbəsində oturur, siz də gözləyin. Amma onlar gözləmədilər, çox dava elədilər. Məcbur qalıb gətirib mənim yanımda otuzdurdu uşağını. Evə getmək istəyəndə internetimiz yox idi, taksi çağırmağa yaddan çıxmışdı, megabayt götürmək. Buradakı taksidən soruşduq ki, evə neçəyə aparar bizi? Dedi ki, 20 manata. Biz də dedik, bu qiymət çox bahadır, ondansa avtobusla getmək daha sərfəli olar. Avtobusu gözləyərkən də Banu burada yuxuya getdi. Şəhərə çıxmamışdan qabaq dolmamı biçib qoymuşdum hazır, indi gələndə. Bildim ki, ac olacaq, ona görə də hazır əvvəldən biçib qoymuşdum. İndi bunu yemək qalır. Məni bura qədər izlədiyiniz üçün çox sağ olun. Dəstək olan hər kəsə də çox təşəkkürümü bildirirəm. Nə yaxşı ki varsınız. Kanala abunə deyilsinizsə abunə olun, videonu bəyənib yorumlar yazmağı da unutmayın.